Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyi səhifə 30-da yerləşən 6-cı bölmə ədəbiyyatdan fantastika bölməsinin izahlarına başlayırıq. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu videolardan faydalana bilərsiniz. Qeyd edeyim ki, 6-cı sinif Azərbaycan dili dərsliyinin, yəni yeni dərsliyin 1-ci və 2-ci hissə bütün tapşırıqlar, bütün sualları bir-bir izah eləmişik. Siz də abunə olun, videolarımızı bəyənin, paylaşın ki, bütün şagirdlər faydalana bilsin. Əgər abunə oldusa, keçək sualların izahına. Birinci sualda deyir ki, oxuduğunuz nağılları və elmi fantastik əsərləri xatırlayın. Onlara istinad etməklə aşağıdakı fikrin sehirli nağıllara, yoxsa elmi fantastikaya aid olduğunu müəyyənləşdirin. Qeyri-real hadisələr təsvir olunur və müəllif oxucunu onların mümkünlüyünə inandırmağa çalışır. Gəlin, cavab variantımıza baxaq. Yazırıq. 1A. Həm nağıllarda, həm də elmi fantastik əsərlərdə qeyri-real hadisələr təsvir olunur. Lakin nağıldan fərqli olaraq elmi fantastik əsərlərdə bunlar elmə əsaslanan və onun inkişafı ilə həyata keçə biləcək hadisələr olur. Nağıllarda qeyri-real hadisələr, möcüzələr sadəcə təsvir olunur. Dinləyiciyə və ya oxucuya onlarla bağlı heç bir izah, açıqlama verilmir. Elmi fantastik əsərlərdə isə müəllif elm və texnikanın müasir imkanlarından və gələcək inkişafından çıxış edərək oxucuları onların mümkünlüyünə inandırmağa çalışır. Deməli, əgər biz bir mümkünlüyə inandırmağa çalışırıqsa, hansı ki elmi fantastik. Bax, bu tam olaraq fantastik deyil. Burada elm də var. Əlbəttə ki, bu elmi fantastik əsərlərə aid olacaq. B bənin tapşırığına baxırıq. Aşağıdakı cədvələ baxın və sübut edin ki, elmi fantastik əsərlərdə təsvir olunan varlıq və hadisələr müəyyən zaman keçdikdən sonra gerçəkləşə bilər. Qeyd. Məşhur fransız yazıcısı Jules Verne 19-cu əsrdə yaşayıb yaratmışdır. Onun elmi fantastik əsərləri bu gün də uşaqlar tərəfindən həvəslə oxunur. Deməli, əsərin adı verib, yazıldığı il verilib və təsvir olunan fantastik hadisə. Jules Verne Aya səyahət 1865-ci ildə qəhrəmanlar Aya səyahət edirlər. Jules Verne 20 min liyo su altı ilə 1870 Kapitan Nemo'nun yaratdığı gəmi su altı ilə böyük sürətlə hərəkət edir. Jules Verne Karpat qəsri 1892-ci ildə yazılıb. Bu romanda obrazlar canlı görüntüləri və səsləri bir otaqdan digərinə ötürmək üçün xüsusi cihazdan istifadə edirlər. Biz B bənin tapşırığını bu formada yazırıq. Qeyd eləyin, B bəndi. Məlumdur ki, 19-cu əsrdə məşhur fransız yazıcı Jules Verne'nin elmi fantastik əsərlərində irəli sürdüyü bir çox ideyalar zaman keçdikdən sonra reallaşıb. Məsələn, indi verilənlərə baxırıq. Aya səyahət gerçəkləşib. Burada Aya səyahətdir. Fikir verin, birinci. 1969-cu ildə Neil Armstrong və Aldrin ilk dəfə ay səthinə ayaq basıblar. Neçənci ildə? 1969-cu ildə. Aya səyahət neçənci ildə yazılıb? 1865-də. Fikir versiniz, hardasa 100 il sonra, daha dəqiq 104 il sonra gerçəkləşib. Daha sonra 20-ci əsrin əvvəllərində sualtı gəmilər meydana çıxıb. İlk sualtı gəmi 1914-cü ildə Almaniyada hazırlanıb. Amma sualtı gəmi ilə əlaqəli roman 1870-ci ildə yazılıb. Fikir verirsə, hardasa 50 il qabaq. Həmçinin texnologiyanın inkişafı nəticəsində uzaq məsafə ilə müxtəlif proqramlar vasitəsilə görüntülü danışmaq da mümkün olub. Bu görüntülü danışıq son illərdə meydana çıxıb da, yəni 21-ci əsrdə, 2000-ci ildən sonra, lap əvvəllərdə kompüterlərlə sırf mümkün olurdu bu. İndilərə telefonla da rahat şəkildə görüntülü danışmaq olur. Demək ki, biz bu formada B bəndini cavablandıra bilərik. C bəndinin tapşırığı. Balıqlar məməlilərdən nə ilə fərqlənir? Sizcə, nə üçün insan su altında uzun müddət qala bilmir? C bəndini cavablandırdıq bu formada. Balıqlar çürü tökməklə, bu burada artıq düşüb, çürü tökməklə, məməlilər isə diri bala doğmaqla çoxalır. Məməlilər ağciyərləri ilə, balıqlar isə qəlsəmələri ilə tənəffüs edir. Tənəffüs zamanı balıq suyu ağzına yığır, su qəlsəmələrdən keçərkən oksigen sudan qana daxil olur. Qandan isə karbon qazı ifraz olunur. İnsanın su altında uzun müddət qala bilməməsinin səbəbi onun ağciyərləri ilə nəfəs almasıdır. Deməli, C bəndi də bu formada cavablandırılacaq. Keçirik C bəndinə.
Hansı canlıları amfibiya adlandırırlar? Təbiət fənnindən əldə etdiyiniz bilgilərə əsasən şəkildə verilmiş canlıları birləşdirən ümumi xüsusiyyətləri sadalayın. Bu xüsusiyyətlərdən balıqlara və sürünənlərə aid olanları fərqləndirin. Yaşayış tərzi, bədən örtüyü, tənəffüs sistemi, bədən temperaturu. Biz yazırıq. Amfibiyaların xüsusiyyətləri. Yaşayış tərzi. Həm suda, həm də quruda yaşayırlar. Bədən örtüyü. Pulcuqları yoxdur, dəriləri nəmli olur. Tənəffüs sistemi. Həm ağciyər, həm də dəriləri ilə nəfəs alırlar. Bədən temperaturu. Onların bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Balıqlara və sürünənlərə aid olan xüsusiyyətlər fərqlidir. Məsələn, suda yaşaya bilmələri balıqlara, ağciyərləri ilə tənəffüs etmək xüsusiyyəti isə sürünənlərə aiddir. Deməli, ÇB'nin tapşırığını da bu formada cavablandıra bilərik. Və gəlirik dinləmə mətnimizə. Dinləmə mətnimiz amfibiya adamdır. Gəlin əvvəla dinləmə mətnimizə qulaq asaq, daha sonra tapşırıqlarına baxaq. Dinləmə mətnindən keçmədən öncə bildirim ki, bu videonun rəyində, yəni ilk rəyində dinləmə mətnini tamamilə başdan ayağa yazılı formada qeyd eləyəcəm, oradan da əldə eləyə bilərsiniz. Keçək əvvəlcə mətnimizi dinləyək, daha sonra tapşırıqlara baxaq. Amfibiya adam. Adam lap dəli olar, deyə Meduza gəmisinin sahibi Pedro Zurita başına közədən su tökə-tökə deyinirdi. Əlləri qurbağa əlinə oxşuyurdu. Tünd yaşıldı. İspancada danışa bilir. Onu hamımız gördük. Buna şək şübhə yoxdur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. Deməli, amfibiya adam mövcuddur. Əgər onu tutub mirvari yığmağa məcbur etmək mümkün olsaydı, Argentinanın ən varlı adamına çevrilərdim. Zurita kiçik bir heyətlə axtarışlara başlayır. Məlum olur ki, həmin məxluq dənizin dibində böyük bir mağarada yaşayır. Mağaranın sahibi isə tanınmış cərrah Doktor Salvatordur. Doktor Salvator insan üzərində cərrahi əməliyyatı aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmək imkanı verib. Ovçular amfibiya adamı ələ keçirmək üçün Krista adlı bir casus tuturlar. Krista Doktor Salvatorun etimadını qazanır. Doktor Salvator onu sualtı mağaraya aparıb amfibiya adamla, İxtiyandırla tanış edir və onu İxtiyandırın yanında qoyub bir həftəlik səfərə çıxır. Bu müddətdə Krista İxtiyandırı ələ almağa çalışır. Bir gün İxtiyandır suda boğulan bir qızı xilas etdiyini söylüyor və onu yenidən görmək üçün şəhərə getmək istədiyini bildirir. Krista bu fürsətdən yararlanıb onu şəhərə aparır. Ovçular İxtiyandırı ələ keçirirlər. Onu zəncirləyib dənizdə mirvari yığmağa məcbur edirlər. Onun varlığından bütün şəhər xəbər tutur. Nəticədə İxtiyandır və Doktor Salvatoru həbsxanaya salırlar. Din xadimləri Doktor Salvatoru təbiətin qanunlarına qarşı çıxmaqda ittiham edir. Cərrahiyyə əməliyyatı ilə gənci amfibiyaya çevirməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlandırırlar. Mətnimizi dinlədik, DB-nin tapşırığına baxırıq. Deyir ki, amfibiya adam əsərinin qısa məzmunlu dinləyin, bu mətndə hansı suala cavab yoxdur. İxtiyandır harada yaşayırdı? Bu sualın cavabı var, mağarada yaşayırdı. Mirvari axtaranlar İxtiyandırı nə üçün ələ keçirdilər? Mirvari yığmağa məcbur edirdilər, onun üçün, mirvari yığmaq üçün. Doktor Salvator İxtiyandırın amfibiya adama çevrilməsinə necə nail oldu? Bu mətndə də belə bir ifadə var idi ki, dinlədiksə. Cərrahiyyə əməliyyatı aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmə imkanı verib. Yəni, cərrahiyyə əməliyyatı ilə. Doktor Salvatoru nə üçün həbs etdilər? Burada əslində doktoru həbs etdilər yazılır, deyilir daha doğrusu. Sonra da ardınca deyilir ki, cərrahiyyə əməliyyatı ilə gəncin
amfibiyaya çevrilməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Amma bunu sırf ona görə həbs olunduğunu yazılmır. Yəni ki, bunun üçün həbs olundu deyilmir. Sadəcə ondan sonra verilən fikirdir. Ona görə də D bəndinin cavabı yoxdur. Y bənd tapşırığı. Sizcə insan orqanizmində hansı dəyişikliklər etmək lazımdır ki, o suda da yaşaya bilsin? Burada sadəcə gəlsəmə əlavə eləmək lazımdır. Yazırıq. İnsanın suda da yaşaya bilməsi üçün onun gəlsəmələri olmalıdır. Çünki gəlsəmələr ona suyun altında nəfəs alma imkanı verir. Bu formada cavablandıra bilərik. Daha sonra burada amfibiya adam əsərinin aşağıdakı parçanı oxuyun və cavabınızla müqayisə edin deyir. Aşağıdakı parça Doktor Salvator ittihamları rədd edir. Bu bizim növbəti videomuzun izahında paylaşılacaq. Bu videonu hələ ki yekunlaşdırırıq. Kanala abunə olun, paylaşılan videolardan davamlı olaraq faydalana biləsiniz. Sağ olun.